Cənubi Asiyada hökm sürən gərginlik yüksələn xətlə davam edir. Xəbər verdiyimiz kimi, Hindistan 65 ildən sonra ilk dəfə olaraq Hind çayının Pakistana axınını dayandırıb. Pakistan bunu müharibə aktı hesab edəcəyini bildirib. Beynəlxalq ictimaiyyətin isə proseslərə reaksiyası zəifdir. Ekspertlər hesab edir ki, dünya ölkələri dondurulan münaqişələrin nə vaxtsa yenidən alovlanacağını artıq qəbul edirlər. Bəs qarşıdurma nüvə mərhələsinə keçərsə, o zaman nə baş verəcək? Cənubi Asiyanın iki nüvə nəhəngi Hindistanla Pakistan yenidən qarşı-qarşıyadır. Bu dəfə isə səbəb Cammu və Kəşmir vilayətinə edilən hücum zamanı 25 Hindistanlı və bir Nepallı turistin öldürülməsidir. Hindistan hələ də hücumu həyata keçirən müqavimət qüvvəsi təşkilatının Pakistan ordusu və kəşfiyyat orqanları tərəfindən dəstəkləndiyini iddia edir. Hindistanla Pakistan arasında gərginlik illərdir davam edir. Yeni hücum dalğasında qeyri-kəşmirli hindlilər və turistlər xüsusilə dini zəminində hədəfə alınıb. Bu isə təkcə Hindistana deyil, regional sabitliyə yönəlib. Hindistan bu təhdiddə qarşı prinsipial və ardıcıl cavab verməyə davam edəcək. Pakistan isə Hindistanın bu iddialarını əsassız adlandırır. Tədqiqat aparılmadan Yeni Dehlinin İslamabadı ittiham etməsini hücumun elə Hindistan tərəfindən təşkil olunması ilə əlaqələndirir. Bununla yanaşı Yeni Dehli Hind çayının Pakistana axınını dayandırıb. Biz Pakistanlılar əlbəttə ki, bu cür terror aktlarını qəti şəkildə qınayırıq. Dünyanın istənilən yerində baş verən terror aktı qınanmalıdır. Lakin biz görürük ki, onlar sadəcə 30 dəqiqə ərzində, bəlkə də daha az bir vaxtda, heç bir sübut olmadan, heç bir proses və istintaq aparmadan dərhal Pakistanı günahlandırırlar. Və bu tamamilə ədalətsizdir və vəziyyəti daha da ağırlaşdırır. Mən düşünürəm ki, belə istintaqsız ittihamlar iki qonşu ölkə, iki nüvə dövləti arasında gərginliyi daha da artıra bilər və bu, hər iki ölkənin mənafeyinə uyğun deyil. Hindistan həmçinin 1960-cı ildə imzalanan Hind-Su müqaviləsini dayandırıb. Bu müqavilə ortaq çaylar üzrə əsas razılaşmadır və biz bunu keçmiş 3 müharibə dövründə belə qoruyub saxlamışıq. Pakistan beynəlxalq ictimaiyyəti bu məsələyə müdaxilə etməyə çağırıb, çünki bu beynəlxalq hüququn pozulmasıdır və Pakistan bunu müharibə aktı hesab edəcəyini bildirib. Bizim mesajımız aydındır. Sülh ittihamlar və təzyiqlər üzərində qurula bilməz, həmçinin təbliğat üzərində də qurula bilməz. Sülhü yalnız qarşılıqlı hörmət, ləyaqət və digər dövlətlərin suverenliyinə ehtiramla qurmaq mümkündür. Gərginlik artsa da nəhəng dövlətlərin proseslərə reaksiyası zəifdir. Ekspertlər hesab edir ki, dünya ölkələri dondurulan münaqişələrin gec-tez yenidən alovlanacağını artıq qəbul edirlər. Hazırki Modi hökuməti daha sərt bir mövqe tutdu. Hindistanın hərəkətlərini məhdudlaşdırmaq üçün xarici təzyiqə o qədər də rast gəlmədik. Beləliklə, ABŞ-nin gərginliyin azaldılmasında mühüm rol oynadığı əvvəlki dövrlərdən fərqli olaraq, indi heç bir diplomatik səy göstərilmir. Nəticədə düşünürəm ki, vəziyyətin mənfiyə doğru getdiyini görə bildik. Ötən il Hindistanın hərbi büdcəsi 79 milyard, Pakistanın hərbi büdcəsi isə 7,6 milyard dollar olub. Tərəflərin canlı qüvvələri arasında olduğu kimi iqtisadiyyatlarında da xeyli fərq var. Hindistan dünyanın 4-cü böyük iqtisadiyyatına malikdir. Pakistan isə bu siyahıda 44-cüdür. Qarşıdurmanın gecikdirilməsi dünya iqtisadiyyatı üçün təlatümləri qaçılmaz edir. Gərginliyin böyük müharibəyə keçəcəyi təqdirdə region və dünya ölkələri bir sıra problemlərlə üzləşə bilər. Ekspertlər deyir ki, qarşıdurmanın nüvə mərhələsinə keçəcəyi gözlənilmir. Lakin bu baş verərsə, problemlərin tək regiona deyil, bütün dünyaya təsir olacaqdır. Təbii ki, ən böyük problem bunların hər ikisinin nüvə dövləti olmasıdır. İstər Pakistanda, istər Hindistanda məlum məsələdir ki, nüvə dövləti kimi bunların dünyada öz çəkisi var. Buna görə də bunun sonu düşünmürəm nüvə qarşıdurmasına gətirib çıxarar, amma heç də müsbət bir tərəfə gətirib çıxara bilməz. Azərbaycanın Pakistanla münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib. Digər tərəfdən isə Hindistanın Ermənistanla siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığı son illər güclənib. Lakin ölkələr arasında mübahisələrin ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həllinin tərəfdarı olan rəsmi Bakı, Hindistan-Pakistan gərginliyinin diplomatik yolla aradan qaldırılacağına ümid edir.